Bismillahirrahmanirrahim. İmam Əli əleyhissalamın həyatı 4-cü hissə. Hz. Peyğəmbər salavatullahın beysətindən hicrətinədək. Hz. Əli əleyhissalamın həyatının ikinci mərhələsi beysətdən hicrətədək olan 13 illik bir dövrü əhatə edir. Onun həyatının bu mərhələsi İslam dini uğrunda göstərdiyi misilsiz fədakarlıqlar və qəhrəmanlıqlarla doludur. Çəkinmədən demək olar ki, Hz. Əli əleyhissalamın din uğrunda göstərdiyi fədakarlıqlar təkrarlanmamışdır. Tarixi mənbələrə istinadən İslam dinini ilk qəbul edən şəxs Hz. Əli əleyhissalam olmuşdur. Amma belə söyləsək daha düzgün olardı. Hz. Əli əleyhissalam əcdadlarından ona irs qalan İslam əqidəsini izhar etmişdir. Çünki o elə əvvəlcədən tək Allahlığa inanmış və heç zaman bütpərəst olmamışdır. Odur ki, İslam dinini qəbul etdi ifadəsi onun bütpərəstlikdən əl çəkim İslam dinini qəbul etməsi anlamında başa düşülməməlidir. İlk müsəlmanlar sırasında olmaq isə elə bir fəzilət və üstünlükdür ki, bu barədə Quran-ı Kərimdə açıq-aşkar buyurulur. Bir də öndə olanlar, onlar müqərrəblərdir. Allahın dərgahına, Allahın lütfüne və mərhəmətinə yaxın olanlardır.